Sizin də mənim kimi liner çəkməkdə çətinliyiniz varsa, bu iki başlı ştamp lineri sizə tövsiyə edirəm. Başlığının bir hissəsi belə ştampdır. Rahat şəkildə ucluqları çəkmək mümkündür. Bax belə çox gözəl şəkildə nazik, səliqəli halda çəkilir. İkinci hissəsi isə nazik ucluqdan ibarətdir. Bu da bizə şərait yaradır ki, belə sadə, səliqəli xətlər çəkə bilək. Qurumağını gözləmək lazımdır xanımlar mütləq. Quruduqdan sonra inanın ki, uzun müddət qalır. Yəni qurumağı tamına gözləmək lazımdır. İndi mən təzə vurmuşam. Baxın, rahat şəkildə səliqəli halda çəkmək üçün rahat şərait yaradır bizim üçün. İndi mən tam qurumağını gözləmədim, amma qurumağını tam gözlədikdən sonra heç bir halda çıxmır, yayılmır. Uzun müddət gün ərzində bax qalacaq sizinlə bərabər. Baxın, indi tam quruyub. Və belə möhkəm halda sürtdüyümdə də baxın, qəti surətdə yayılmır, çıxmır. Çox gözəl bir linerdir. Hər birinizə tövsiyə edirəm.